Salam, hər vaxtınız xeyir olsun. Zəngəzur TV-də ən son xəbərləri diqqətinizə çatdıracağıq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Sadəcə 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. Bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışında bildirib. Orta dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı deyib. Prezident İlham Əliyev qeyd edib ki, hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. İrəvanda Rusiya və Ermənistan Xarici İşlər Nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında görüş keçirilib. Nazirlər arasında təkbətək görüşdən sonra danışıqlar nümayəndə heyətlərin iştirakı ilə davam etdirilib. Fövqəladə Hallar Nazirliyi və Hava Limanı birgə təlimlər keçirib. Heydər Əliyev Beynəlxalq Aeroportunda və ölkənin regional hava limanlarında fövqəladə halların idarə olunması üzrə hazırlıq səviyyəsinin artırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları ilə birgə geniş miqyaslı xüsusi taktiki təlimlər keçirilib. Təlimin əsas məqsədi yanğınlar və aviasiya qəzası kimi potensial ssenarilərə qarşı operativ reaksiya imkanlarının sınaqdan keçirilməsi, insan həyatının xilas edilməsi üzrə əməliyyatların effektiv təşkili və hadisə yerində qurumlararası koordinasiyanın gücləndirilməsidir. Bu günə olan xəbərlərimiz bu qədər. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.